Bismillahirrahmanirrahim. Bizə sual eləyirlər ki, bu gözəl Ramazan bayramını qara bayram niyə eləyirik axı? Məlum olsun ki, Ramazan ayında Allah Teala bəndələrə elə nemətlər, məğfirətlər, rəhmətlər bəxş eləyir ki, bağışlanmamaq bəlkə də hardasa mümkün deyil. Hər iftar vaxtında milyon nəfər insan bağışlanır. Günə hər saatda milyon nəfər insan bağışlanır. Axırıncı Ramazan ayının gecəsində milyonlarla insan bağışlanır. Beləliklə bağışlanmamaq mümkün deyil. Bu adamlar ki, adicə Ramazan ayının girməyinə sevinirlər, Allah onları bağışlayır. Və Qədir gecəsində mələklərin nazil olması, salamun hiyə hətta mətlə'l fəcr, sübh namazına qədər görüşməsi, bunlar Allah Taala'nın vermiş olduğu nemətlər. Və təravih namazında xətirətül ərzdən nazil olan mələklərin qanadlarının toxunmuş olduğu insanların əbədi olaraq bədbəxtçilikdən qurtulması, bu ümmət-i Muhammedə Allah-u Teala'nın nemətidir. Belə üstəyəl səmavatda mələklərdən tutmuş yer üzərində olan bütün məxluqat, böcəklər və ta suyun içərisindəki balıqlara qədər olan məxluqatın ümmət-i Muhammedin günahlarının bağışlanması üçün tövbə istiğfar etməsi və bunun kimi milyonlarla bizim bildiyimiz hədislərdən gələn və ya bilmədiyimiz Allah-u Teala'ya məlum olan nə qədər nemətlər var ki, fəzilətlər var ki, Cenab-ı Allah bunları bəxş edir bizə. Bundan əlavə də məlumdur ki, Ramazan ayının birinci 10 günlüyü rəhmət, ikinci 10 günlüyü məğfirət, üçüncü 10 günlüyü də ütəqadır, yəni cəhənnəm əzabından qurtulmadır. Beləliklə, o şəxslər ki, öz canlarına ziyan eləyiblər, günah dəftərlərini günahla 11 ayda doldurublar, amma bir müsəlman kimi Ramazan ayında oruç tutmaq, namaz qılmaq, fitrə çıxartmaq, zikr etmək, təravih namazlarını qılmaq, Allah-u Teala'ya gecələr göz yaşları tökməsi ilə qəlbləri incəlir və Cenab-ı Allah'a irtica buyururlar, əl açırlar, yalvarırlar, beləliklə bağışlanmamaq mümkün deyil. Amma o insanlar ki, növbəti Ramazan ayına qədər, yəni hazırda cəmaat oruçdur, amma onlar ömürləri vəfa eləmir, Ramazan ilə çatmırlar və bu lüqotlardan, bu nemətlərdən, bu bağışlanmaqlardan istifadə eləyə bilmirlər. Necə ki, bir insan cinayət eləyir, düşür məsəl üçün zindana, devlətin başçısı ona amnisiya verir. O insanlar ki, əzizləri türmədədir, görürsən ki, onlar bayram keçirmirlər, o türmədə olan əzizlərinin fikrini çəkirlər, onun yaxınları, əzizləri. Bunun kimi də Ramazan ayını ömürləri vəfa etməyib, bu fəzilətdən, bu bağışlanmaqdan istifadə eləyə bilməyənlər üçün onun qohumları, qardaşları ehsanat verməklə, həmin ölünü ancaq o ilin içərisində qara bayram keçirməklə xatırlayırlar, cəmaat onların qapısına gəlir, o oruç tutanlar, o bağışlananlar, o namaz qılanlar, o təravih namazına iştirak edənlər cəm olurlar o adamın qapısına və fatihələr oxuyurlar. Eviyesi də onun üçün ehsanat eləyir, dualar eləyir. Beləliklə, o ölən insanın da bağışlanmasına hardasa vəsilə olur. O səbəblə Ramazan ayına yetişməyən və Ramazan ayına qədər vəfat eləyən adam üçün qara bayram keçirirlər. Mən də deyirəm ki, əslində Ramazan ayını saymayan, oruç tutmayan adamların da əslində qapısında qara bayram olmalıdır. Niyə? Çünki Peyğəmbər Aleyhisselamın zamanında bir gün, 2 gün, 3 gün, 4 gün məscidə namaza gəlməyən adamlar üçün sahabilər kəfən alıb qapısına gedirdilər ki, yəqin ölüb ki, məscidə gəlmir. Və o adam ki, Ramazan ayını saymır, gündüzləri yiyir, axşamlar da öz eşrətindədir, əlbəttə ki, onların da qara bayramıdır. Bu adamlar ki, ömür vəfa etməyib, dünyadan köçüb, xalq onun qapısına getməklə, xeyir dualarını etməklə, onun həmin qazanmış olduqları savablardan ki, bir hissəni o ölənə hədiyyə etmiş olurlar. Beləliklə, ölənlərimiz də, axirətə köçənlərimiz də o ilin içərisində oruç tutanların, Ramazan ayını yetişənlərin savabından, xeyir duasından istifadə edirlər. Bu Ramazan ayında yetişməyən, axirətə köçən insanları yada salmağa o səbəbdən də qara bayram deyirlər. Bir insan əgər belə vəfat edibsə,
Qurban bayramına yetişməyibsə, onun üçün qara bayram olar mı? Olmaz. Novruz bayramında qara bayram olar mı? Olmaz. Niyə? Onun üçün ki, nə Qurban bayramında, nə Mövlud qəndillərində, nə Rəğaib qəndilində Ramazan ayında verilən qədər nemətlər, məğfirətlər verilməməkdədir. Bu ancaq Ramazan ayına özəl bir dənə işdir. O səbəbdən də biz fürsətdən istifadə edib dünyadan axirətə köçən əzizlərimizi Ramazan ayının hörmətinə, Ramazan ayında oruç tutub, rəngi ağaran, dodaqları quruyan, Allah Allah deyən mömin qardaş bacılarının oruclarının hörmətinə bu ölənlərimizin də, axirətə köçənlərimizin də bağışlanmasını Cənab-ı Allahdan təmənni edirik. Selamun Aleyküm və Rəhmətullah.